Salam, hər vaxtınız xeyir olsun. Kanalıma xoş gördük sözləri. Mən bugün 7-ci sinif riyaziyyat qiymətləndirmə testindən rasional ədədlər, yəni Namazov testidir. Rasional ədədlər, dövrü onlu kəsirlər A variantını izah edəcəm. Deməli, burada bu ədədlər arasında neçə tam ədəd yerləşir? Əvvəlcə onu tapmalıyıq. -7,2 və müsbət 3,6 ədədlər arasında yerləşən tam ədədlərimizi yazsaq, -7, daha sonra -6, -5, -4, -3, -2, -1, 0, 1, 2, 3. Bunlar yola gedir. Və saysaq biz bunları 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11 dənə tam ədəd yerləşir. Cavab olacaq C bənd. 2. Ədəd oxu üzərində verilmiş nöqtələrin vəziyyətinə görə A nöqtəsinin koordinatını deyir tapın. Biz bilirik ki, B çıxılsın A bərabərdir. Bizdə 25 dövrdə 3-ə. Yəni 25 tam dövrdə 3-ə. Sonra aparıb ifadələri yerinə qoyacağım. Olur 25 tam dövrdə 3. Və bizdə burada B-miz -4 tam dövrdə 18-dir. A-mızı bilmirik və cavabımız yenə də 25 tam dövrdə 3-ə bərabərdir. Aparıb qoyuruq yerinə. -4 tam dövrdə 18-i atsaq, 4 tam 99-da 18 yazdırıq. Yazılış qaydası belədir. Çıxılsın A bərabərdir 25 tam 9-da 3-ə. Və buradan biz A-nı tapmaq istəyiriksə, -4 tam 99-da 18-dən çıxırıq 25 tam 9-da 3-ü. Və 2 dənə mənfi olduğu üçün bunlar toplanılacaq. Olacaq mənfi, deməli 4 tam 99-da 18 ilə -25 tam 99-da 99-da 9-a böləndə 11 eləyir. 11 də 3-ə vuranda 33 eləyir. Bunları toplayırıq. Bu da eləyir -29 tam. Buradan yer açaq. Cavabımız eləyəcək -29 tam. Çünki 2 dənə mənfi toplanır. 24 ilə 25 toplayırıq, olur 29. 99-da 18 ilə də 33-ü toplayırıq, cavab eləyir 51. Biz bunu dövrü kəsir kimi yazsaq, -29 tam dövrdə 51 yazacağıq. Yəni, doğru cavabımız olacaq A variantı. Gəldim 3-ə. Üçüncü tapşırıqda deyir ki, 2 tam dövrdə 6 saata 32 kilometr yol gedən velosipedçi bir tam dövrdə 4 saata nə qədər yol gedir? Gəlin bunu tənasüb yolu ilə həll edək. Bunun üçün biz tənasüb qururuq. Yazırıq deməli. İki tam 9'da 6 saata qarşısına xət qoyub 32 kilometr yazacağıq. 1 tam 9'da 4 saata isə deməli 1 tam 9'da 4 saata isə x kilometr yol gedibdir. Tənasübün şərtlərinə görə orta ədədlərin hansı kənar ədədlərin hansı bərabərdir? Yəni biz 2 tam 9'da 6'nı x-a vururuq. Olur 2 tam 9'da 6x. 32'ni də vururuq 1 tam 9'da 4'ə. Və 1 tam 9'da 4 də düzgün olmayan kəsrə çevirsək, eləyir 9'da 13. 32'ni vururuq 9'da 13'ə. Deməli, burada indi bunu da düzgün olmayan kəsrə çevirirəm. 2 tam 9'da 6'nı. Bu da eləyir 9'da. 2'ni 9'a vurur. 18. 18'in də üstünə 6 gəlir. Olur 24. 9'da 24 x bərabərdir.
32 vurulsun 13 bölünsün 9'a. İndi biz x-i tapmaq üçün əvvəlcə gəlin sağ tərəfi hesablayaq. Yəni 32-ni vuraq ilk öncə 13-ə. Deməli 32-ni 13-ə vuranda alırıq 416. 416 bölünsün 9. İndi x-i tapmaq üçün 9-da 416-nı bölürük 9-da 24-ə. Yəni vururuq 24-də 9-a. 9-lar ixtisar gedir. 416-nı da 24-ə böləndə cavabımızı alırıq. Deməli, buradan yazaq, bərabərdir. Bu da eləyəcək bizdə 17 tam 3'də 1. Yəni, kəsilən olur. Cavab olacaq D bəndi. Gəldik 4'ə. 4'də AB məsafəsi ümumi verilibdir. Bir də B koordinatı verilib. Bizdən A nöqtəsinin koordinatını təyin edilir. Deməli, yazırıq ki, AB bərabərdir ilk öncə 8,4'ə. AB məsafəsi bərabərdir 8,4'ə. B'miz də verilibdir. Mənfi 3,6'dır. A-nı tapmalıyıq. Onda yazırıq mənfi 3,6 çıxılsın A bərabərdir 8,4'ə. A-nı tapmaq üçün mənfi 3,6'dan çıxırıq 8,4'ü. 2 dənə mənfi də nə olur? Toplanılır. O deyir mənfi 12. Deməli, bir dəfə A-mız mənfi 12 eləyəcək. İkinci üsul necə edə bilərik? Buradan yazaq. İkinci üsul bu səfər biz topladıqsa çıxmalıyıq. Yəni 8,4'dən birbaşa 3,6'nı çıxacaq. 8,4'dən də bir dəfə yəni toplayıram, bir dəfə də çıxıram. 3,6'nı çıxanda geriyə qalır 4,8. Yəni doğru cavabımız olacaq A variantı. Mənfi 12 və 4,8. Gəldik 5'ə. 5'te deyir ki, 0 tam dövrdə 24 ədədinin 66%'ni tapın. İlk öncə dövrü keçirirəm. 0 tam dövrdə 24'ü yaza bilərik. 99'da 24. Biz bilirik ki, mötərizələrin sayı qədər 9 yazılır. 99'da 24. Şimdi bu ədədin bizdən 66%'ni istəyir. Ədədin faizini tapmaq üçün ədədi faiz göstərən ədədə vurub 100'ə bölürük. Yəni 66'ya vurub 100'ə bölməliyəm. İndi 99'da 24'ü 66'ya vuranda ixtisarlarımızı aparırıq. Məsələn, 9'u 3'ə böldüm, 33, 66'nı 3'ə böldüm, 22. Sonra 11'ə bölürəm, 2, 33'də 11'ə bölürəm, 3. 24 ilə də 3 ixtisar gedir, qalır 8. Demək, yuxarıda oldu 8 vurulsun, 2 bölünsün 100. Yəni 16 bölünsün 100, o deyəcək 0 tam 100'də 16. Cevabımız B bəndi. Gəldik 6'ya. Yəni ilk öncə dövrü göstərdik kəsir formasında 99'da 24 kimi, sonra 66'ya vurub 100'ə böldük. 6'da bölünən bölən qismət. Deməli, 6'da biz x-i tapmaq üçün dediyimiz kimi bölünən bölən qismət olanda məşğul böləni tapmaq üçün bölünəni qismətə bölürük. Yəni 1,9'da 6'nı bu dövrüdür biz keçirik, bölürük 9'da 4'ü. Düzgün olmayan kəsrə çevirsəm, eləcək 9'da 15, 9'da 15'i də 9'da 4'ə bölmək üçün tərsinə. 4'də 9'a böldüm. 9'lar ixtisar gedir, qalır 4'də 15. Bu da düzgün olmayan kəsirdə tam və kəsirlə yazırıq. 15'in içərisində 4 3 dəfə yerləşir. 3 tam 4'də 2 eləyəcək. Daha doğrusu 12 3 tam 4'də 3 eləyəcək. Yəni 6'ya da uyğun olacaq C bəndi.
Yəni biz bunu bu formada bölürük. 15-in içərisində əvvəlcə 4 axtarırıq. 3 dəfə eləyir 12, qalıq da 3 qalır. Ona görə yazanda 3 tam 4-də 3 yazırıq. Gəldik 7-yə. Gəlin 7-ni buradan aşağıdan bir açıb həll edək. Deməli, 7-də birinci mötərizənin için həll edəcəm. 6-lar təkrarlanır, yəni dövrlər təkrarlanır. Bu deməkdir ki, biz onu dövrdə yazanda normalda biz bunu belə yazırıq. 0 tam buradan yazaq. Yazırıq 0 tam dövr də 6 yazırıq. Və biz bunu açanda isə bu normalda 9-da 6 şəklində açılır. Yəni 9-da 6. İndi biz bunu üzərinə gəlməliyik mötərizənin içinə görə. 6-da 5-i. 9-da 6 ilə 6-da 5-i toplayırıq. Demək, ortaq xərac 18 götürəcəm. Olacaq 18-də. 18-i 9-a bölürəm. 2, 2-ni də 6-ya vururam. 12. Üzərinə gəlsin. 18-də. 18-i 6-ya bölür. 3, 3-ü də 5-ə vurup 15. Bu da eləyəcək 18-də 27. Mötərizənin içini tapdıq. Sonra biz ikinci mötərizənin için həll edirik. Yəni, bax, buradakı mötərizəni. Bunu da çevirsək dövr onluq kəsiri 1 tam 90-da 26-dan da 2 çıxırıq, olur 24. 1 tam 90-da 24 çıxılsın. Digərini göstərik. 90-da 16-dan da 1 çıxırıq, eləyir 15. Bu da olacaq 1 tam 90-da 24-dən də 15 çıxanda qalır 9. Sonra biz təbii ki qısar aparsaq olur 1 tam 10-da 1. Bunu aldıq. İndi bizdən nə istəyirdi? Bunların bir-birinə olan nisbəti. Yəni bu normalda 10-da 11-dir. Yuxarı isə 18-də 27-dir. Bunların bir-birinə olan nisbətini tapmaq üçün 18-də 27-ni tərsinə vururam 11-də 10-a. İxtisarlarımız gedir. 27-ni 9-a bölürəm 3, 18-i 9-a bölürəm 2. 2 ilə də 10 ixtisar gedir, qalır 5. Yəni elədi 11-də 15. Və 11-də 15-i də düzgün olmayan kəsirdir. Tam və kəsrlə yazıram. Olur 1 tam 11-də 4. Cavab olacaq 7-də B bənd. Gəldik 8-ə. 8-də deməli, bu bərabərliyin doğru olması üçün ulduzun yerinə deyir hansı ədəd yazılmalıdır. İlk öncə bu dövrü onluq kəsir kimi bunu göstərir kəsir, adi kəsir şəklində. Yəni bu normalda yazılır. 5 tam 99 mötərizənin içi qədər 9 yazılır. Qarşısındakı ədədin sayı qədər 0 yazılır. 990-da 218 çıxılsın 2. Yəni 5 tam 990-da 216. Bunu aldıq. İxtisar aparsaq 18-ə bölünür 216. Olur 5 tam 216-nı 18-ə böləndə deməli qalır 12. 990-da 18-ə böləndə qalır 55. Bu kəsri aldıq. İndi bizdə 5 tam verilmişdi, sürət 12 verilmişdi. Məxrəcə də deməli 55 qalır. Cavab olacaq 8-də D bəndi. 9. Ədəd oxu üzərində bu fərqini əks olan ədəd hansı iki qonşu tam ədəd arasında yerləşir? Əvvəlcə mən bunları hesablamalıyım. Yəni 6 tam dövrdə 9-da 4-dən çıxmalıyam. 1 tam 90-da 46-dan da 4 çıxanda 42 qalır. İndi 6-dan 1-in çıxan bilmirəm. Yəni 4-dən 42 çıxa bilmirəm. 1-ni xırdalayıram. Olur 5 tam 9-da 9-la yox, orta mənəz tapaq gələn yaxşısı 90 tapaq. 90-ı 9-a böləndə 10, onu da 4-ə vuranda 40. Yəni bu hələ ki 6 tam 90-da 40 qalsın, sonra xırdalayarıq. Çıxılsın 1 tam 90-da 42. İndi baxıram ki, məsəl üçün 40-dan 42 çıxa bilmirəm. Ona görə birini xırdalayıram. Onda olur 5 tam 90-da
90 ilə də 40-ı toplayıram, eləyir 130. Çıxılsın 1 tam 90-da 42. 5-dən 1 çıxırıq, tamımız eləyir 4. 4 tam 90-da 130-dan da 42 çıxıram, qalır 88. Deməli 4 tam 90-da 88 aldım. Mənə isə deyir ki, bu fərqi əks olan ələt. Yəni bu normalda müsbət 4 tam 90-da 88-dir. Mən bunun əks olan mənfi yazacağım. Yəni yazırıq mənfi 4 tam 90-da 88. Bunu yazdıq. İndi bu hansı ki qonşu tam ədəd arasında yerləşir? Mənfi 4 yerləşir. Təbii ki, mənfi 4 və 5 arasında. Yəni cavab olacaq 9-da A variantı. Gəldik 10-cu tapşırığa. 10-cu tapşırığımız uyğunluğu müəyyən etməkdir. A-mız verilib, B-miz verilib. Bir dəfə toplamalıyıq, bir dəfə də çıxmalıyıq. İlk öncə A-dan başlayalım. Deməli, birincidə 2 tam 4-də 9-da 3-dür. Yəni yazırıq 2 tam 9-da 3. Üstə gəlinsin 3 tam 90-da 15. Orta mərəz tapıram. 2 tam 9-da 3-ü. 90 götürürəm. Olur 2 tam 90-da 30. Üstə gəlsin 3 tam 90-da 15. Tamları toplasaq, eləyəcək 5 tam 90-da 45. Bunu aldıq. İxtisar da aparsaq, əksi 45-ə bölünür. 5 tam 2-də 1 alırıq. Bu birinci 5 tam 2-də 1-imiz də uyğun getdi Y variantı. Yəni birinci uyğun oldu Y variantı. İndi çıxmasına baxsaq, çıxmasında alınmır. Çünki 2 tam 90-da 30-dan 3 tam 90-da 15 çıxanır mənfi və cavablarda da mənfi yoxdur. Keçirik ikinciyə. İkincidə bu səfər 3 tam 4-də 6 ilə toplamalıyıq. 2 tam 2 4-də 7 ilə. Yəni yazıram ki, mən bura 3 tam 9-da 6. Və 3 tam 9-da 6-nın üzərinə gəlirəm. 2 tam 90-da 27-dən də 2-ni çıxırıq. Qarşıdakı bu 2-ni çıxmaq lazımdır. Cavab eləyəcək 25. Orta mərəz tapıram. 3 tam 90-da 60. Üstə gəlsin 2 tam 90-da 25. Bu da eləyəcək 5 tam 90-da 85. 5 qalır öz yerində. 90-ı 5-ə böləndə 18, 85-i də 5-ə böləndə alırıq 17. Cavab olacaq 5 tam 18-də 17. Bu bizim bu toplanmağımız idi. Yəni cavab 2 həm də getdi bizdə S-bəndi. İlk çıxmasına baxaq. Həmin ədədləri bir-birindən çıxıram. Yəni 3 tam 90-da 60-dan çıxıram 2 tam 90-da 25. 3-dən 2 çıxanda onsuz da 1 eləyəcək. 90 olduğu kimi qalacaq. 60-dan da çıxıram 25. 60-dan da 25 çıxanda qalır bizdə deməli 35. 1 tam 90-da 35 aldıq. Bunu da ixtisar aparsaq 1 tam 5-ə bölürük. 18-də 35-də 5-ə böləndə 7. 1 tam 18-də 7. Yəni 2-yə də uyğun olacaq B, C. Gəldik üçüncüyə. Deməli, üçüncüdə çevirsək 2 tam 90-da 38-dən çıxırıq 3-ü. Qalır 35. Sonra o birisi isə 3 tam 9-da 3-dür. Biz bir dəfə bunları toplayırıq, bir dəfə də çıxacağıq. Deməli, toplayanda orta mərəcimiz 2 tam 90-da 35, üstə gəlməsi 3 tam 90-da 99-a bölürəm 10, onu da 3-ə vuram 30. Toplayanda eləyir 5 tam 90-da
Deməli, 35 ilə də 30 eləyir 65. Və biz bunları ixtisar aparsaq, o da qalacaq. Təbii ki, 5-ə bölürəm yenə. 5 tam 18-də 13. 5 tam 18-də də 13-ümüz A variantındadır. 3-ə də uyğun oldu A variantı. Çıxması isə alınmayacaq. Elə cavabımız bu olacaq. Bu qədər. Növbəti videolarda görüşmək ümidi ilə sağ olun.